Nümunələrdən birində kursivlə yazılmış ifadə həm subyekt, həm obyekt məzmunu bildirir. Söhbət gedəcək burada qayıdış növdə olan feildən. Çünki qayıdış növdə olan feil olan cümlədə mübtəda həm subyekt, həm obyekt olur. Müəssisə yeni işçi axtarır. Burada işçi sözü həm subyekt, həm obyekt ola bilməz. Feilimiz də məlum növdədir. Bu sənə əvvəldən deyildi, amma sən dinləmədin. Burada deyildi, məchul növ feildir. Deməli, bu burada sadəcə obyekt olacaq. Səhər tezdən küçə qapısı açıldı. Küçənin qapısının açılması yenə də açıldı məchul növdür. Ona görə qapı obyekt olacaq. Çırpınır şəhər. Şəhərin çırpınması məchul ola bilməz. Qayıdış növ ola bilər. Burada şəhər dedikdə əslində şəhər əhalisi nəzərdə tutulur. Məcazdan istifadə olunub. Yenə də çırpınmaq sözü burada qayıdış növdür. Ona görə də şəhər sözü həm subyekt, həm obyekt kimi çıxış edir. Cavabımız da bu variantdır. Romanın müzakirəsi keçirildi. Keçirildi nə? Romanın müzakirəsi kimsə tərəfindən keçirilib məchul növdür və obyektdir.